Son illərdə ordumuza böyük sərmayələr qoymuşuq və islahatlar aparmışıq. Birincisi, hərbi qulluqçulara peşəkar ixtisaslarından asılı olaraq maaşlarını 2 qat artırmağa imkan verən könüllü sertifikatlaşdırma proqramı mövcuddur. Bugün ordumuzda on minlərlə hərbiçi könüllü sertifikatlaşdırma nəticəsində sertifikatlaşdırmadan əvvəlki maaşlarından 30, 50, 100% və hətta daha çox maaş alır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Ordumuzda 700 min dram, təxminən $1800 maaş alan çoxlu sayda sıravi əskər var. Zabitlərin maaşı 1, 1,5, 2 milyon dramdan çox ola bilər. Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyətdə və parametrlərdə çoxlu sayda müasir silah və hərbi texnika əldə edilib. Əldə edilən avadanlıq bahalı və çox sayda olduğundan buna xeyli maliyyə vəsaiti xərclənib. Amma çox vacib bir suala da cavab vermək lazımdır. Niyə eyni şey 2018, 2019, 2020, 2021, 2022-ci illərdə edilmədi? Silah və avadanlıq satmaq potensialına malik beynəlxalq tərəfdaşlarımızın demək olar ki, hamısı iki əsas səbəbdən Ermənistana silah satmaqdan nəzakətlə imtina edib. Birinci, onlar bu silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilməyəcəyinə əmin deyildilər. İkinci, onlar bu silahların gizli parametrlərinin KTMT-yə ötürülməyəcəyindən əmin deyildilər və sözü gedən təşkilata da üzvlük buna əngəl idi. 2022-ci ilin sentyabr ayından etibarən KTMT tərəfdaşlarımız Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə zəmanət vermək üçün bizimlə bağladıqları müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etdilər. Onlar həmçinin Ermənistanın artıq ödədiyi 100 milyonlarla dollar dəyərində silah və avadanlıq tədarük etməkdən imtina etdilər. Bu, Ermənistan üçün təhlükə yaradırdı. Dövlətçiliyimizi məhv etmək və suverenliyimizi ləğv etmək qərarının verildiyi açıq-aydın görünürdü. Bu ölümcül təhlükə 2 həlledici hadisə nəticəsində aradan qaldırıldı. 6 oktyabr 2022-ci ildə Praqada dördtərəfli formatda əldə edilən siyasi razılaşma. Bu razılaşmaya əsasən Ermənistan və Azərbaycan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və Ermənistanın KTMT-dəki üzvlüyünü dondurur. Biz bu strategiyanı ardıcıl olaraq davam etdirəcəyik. Açıq şəkildə bildirmişik və bildiririk ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik ərazisini müdafiə etməkdən başqa heç bir vəzifəsi yoxdur və beynəlxalq müqavilələrə əsaslanan sülhməramı missiyalarda iştirak etməkdən başqa heç bir vəzifəsi olmayacaq. Ermənistanın işğal olunmuş ərazilərinə gəldikdə isə, Ermənistan və Azərbaycan demarkasiya komissiyalarının birgə fəaliyyəti haqqında qətnamədə qeyd olunan bu məsələ ilə bağlı qərar artıq hər iki ölkədə ali hüquqi qüvvəyə malikdir və məsələ demarkasiya prosesi zamanı həll olunacaq. Amma onu da vurğulamaq istəyirəm ki, biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur, o bildirib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.